Salam, əziz abituriyentlər. Sizləri xoş gördüm, hər birinizi. Bugün mən sizlərlə ixtisas seçimi ilə bağlı bəzi nüansları qeyd edəcəm. Plan yerlərinin düzgün statistikasını eləyə bilməyən bəziləri TikTokda baxın bir neçəsinin şərh bölməsinə yazmışam ki, əgər siz seçimləri eləyə bilmirsinizsə, statistika nədir onu bilmirsinizsə, statistikanı ortaya çıxara bilmirsinizsə və şagirdlərimizə düzgün yol göstərmirsinizsə, o zaman ixtisas seçimini niyə edirsiniz? İxtisas seçimi tək mənfəət deyil. İxtisas seçimi həm də bir insanın gələcəyidir. Sən bu insanın məsuliyyətlə gələcəyini götürürsənsə və ona aldatmaq lazım deyil, düzünü danışmaq lazımdır. Məsələn, şagirdin deyək ki, 350 balı var. Mümkün halda bu şagirdin deyək ki, 40-50% şansı var və seçimi də düzgün sıralama ilə 70-80-ə qaldıra bildin. Misal çəkirəm. 3-cü qrup DT-dir deyək. Və ortada bəzi məsələlər var. Bəzi nüansları sizlərə qeyd edeyim. Bəzən olur ki, bəziləri neyniyirlər? Fikirləşirlər ki, bəzi ixtisas seçimi edənlər götürürlər yalandan, açırlar qabaqlarına qoyurlar balları və orada nə qeyd olunur? 350 baldan 400 bala kimi. Elə fikirləşir ki, hə, yəni özündən 50 bal aşağı bu yeri yaza bilər də. Ancaq düşünmürlər ki, 400-dən 450 bala qədər də var da yer, düzdür. Elə insanlar var ki, pulsuza düşmək istəyir. Misal üçün 350 bal ona uyğundur. Gəlir onu yazır ki, onun pulsuzuna düşsün. Bildiniz nə demək istəyirəm? Yəni maddi durumu, çətinliyi var ona görə. Biz bütün bunları hesablamağa məcburuq. Bunların hər birini düşünməliyik. Yəni bugün biz sırf 350 baldan 400 bala kimi götürüb ixtisasları. Orada məsəl üçün verilib ki, mübarizə əzmi deyək ki, 300 nəfər arasında gedir. Bu şagird də fikirləşir ki, o 300 nəfərdən, məsəl üçün də, belə deyim, 50 dənə plan yeri ayrılıb, 6 nəfərdən biriyəm. Amma şagird fikirləşmir ki, 6 nəfərdən biri deyilsən. Hələ sənindən əlavələr də var. Bax, əlavələr nədir? 400 baldan 450-yə qədər. Bax, oradakılar da bura aiddir. Niyə? Pulsuza düşmək istəyənlər var. Onun, məsəl üçün, yarısı pulsuza düşmək istəyir. Deyək ki, orada 300 nəfər var, orada da. Onun 150-si pulsuza düşmək istəyir. Və onlar yazanda deyirik, ballar niyə qalxır? Balların qalxmağın tək səbəbi ixtisas seçimi eləməkdə deyil. Maddi durumu çətinliyi olan uşaqların aşağı ixtisasların pulsuzunu yazmağı mümkündür və çoxdur şansları. Ona görə oranı yazıb balların yüksəlməyinə də səbəb ola bilirlər. Və yüksək ballı olan yerlər. Məsəl üçün, şagirdlərimiz var ki, 620, 610 bal, 625 bal, 630 bal yığır. Bəzən olur ki, hüquqşünaslıq fakültəsinə ixtisas seçimi eləyirlər, amma düşə bilmirlər. Bu şagird fikirləşir ki, mən bura düşə bilmirəmsə, deməli, burada nəsə problem var, orada problem yoxdur. Sadəcə problem sənə düzgün istiqamət verilməyib. Baxın, bugün əgər biz hər hansısa bir universitetin ixtisas yerində, plan yerində görürük ki, məsəl üçün, hüquqşünaslıq fakültəsidir, düzdür, hüquq vəkil olmaq istəyirsən deyək, belə deyək. Hüquqşünaslığı yazanların əksəriyyəti baxır ki, 20 dənə yer var, elə mən bura düşəcəm. Xeyr, elə düşünməyin. Baxın, siz bir şeyi unudursunuz. Unutduğunuz bir şey deyim. Medalçılar, olimpiyada qalibləri. Onlara plan yerindən yer ayrılır. Misal üçün, 20 dənə yer var, onun 5 dənəsini siz çıxın. Niyə? Bu 5 dənəsi olimpiyadadan gələnlərə aiddir. Onların da çoxsu əsasən hüquqşünaslığı istəyirlər. Və sən də bunu görürsən. Və buna görə də çalış, həmin yerdə, plan yerində 5 nəfərə əksir ki, yəni 5 plan yerim yoxdur. Misal üçün, orada 200 nəfər mübarizə aparırdı 20 yer uğrunda, düzdür? Ancaq indi o 200 nəfər 15 yer uğrunda mübarizə aparacaq. Bayaq 10 nəfərə biri idi deyək yer. İndi 12 nəfərə birdir. Bildiniz nə demək istəyirəm? Yəni bunu sizlərə izah edirəm ki, gözəl insanlar, bu şeylərə diqqət eləyəsiniz. İxtisas seçimi eləmək sadə bir şey deyil. Jurnalı aldım, qoydum qabağıma, özümdən aşağı yerlərə şap-şap yazdım, çıxdı getdi. Baxın, sizə belə bir nüansı qeyd edeyim. Elə şagirdlərimiz var ki, 400 bal toplayıblar, özündən yuxarı yerləri yazırlar və sonluqda öz balına uyğun yeri yazırlar. Elə şagirdlərimiz də var ki, 400 bal toplayıblar, yalnız özündən aşağı yerləri yazır və 400 ballıq yeri yazır. Birinciyə 400 ballıq yeri yazır və plan yerini o tutur. Sən 400 balla o yeri tuta bilmirsən, amma o 400 balla tutur. Niyəsini deyim sizə. Baxın, niyyəti budur, çox sadədir. Siz sıralama kodlaşdırma edirsiniz, düzdür?
Məsələn, bu adam birinci yazdığını sən 8-də yazırsan. Sənin 8-və çatana qədər səndən qabaq o yeri 400 balla yazanlar varsa, məsəl üçün, lap balı səndən aşağıdır. Amma ilk 8-in pilləsində onu səndən qabağa yazırsa, o daxil olur, sən çöldə qalırsan. Bu nüanslar var, əzizlərim, gözəl insanlar. Hər bir şeyi təhlil eləmək lazımdır, hər şeyi düşünmək lazımdır. İxtisas seçimi jurnalı qabağıma qoyum, şap-başap yazım geçsin, güya müəllim neyniyir ki? Baxın, bu şeyləri siz diqqətə nəzərə almırsınız. Oradakı o çətinlikləri, o beyni işləyən beyinlərin düşündüyünü düşünə bilmirsiniz. Siz sadəcə, belə deyim, bəzən olur, valideyn deyir ki, məsəl üçün, mən 100, 150, 200 manat, 250 manat, 300 manat ixtisas seçiminə niyə verim? Bu sualı verir həmin valideyn və ixtisas seçimini uşağınla, öz qohumunla, tanışınla, əqrəbasıyla 50 manata, 20 manata kim oldu tapır, verir, deyir, bu yazsın getdi. Yazı gedir, kəsilir. Birinci, belə deyək də, xəyalları elə quraq ki, reallıq olsun. Baxın, heç bir ixtisas qrupunda 50 bala və ya 30 bala və ya 20 qədər emmə ola bilməz. Qalxma olacaq, amma emmə olmayacaq. Emmə necə ola bilər? 600 baldan yuxarı 2-3 bal ola bilər. Ensin. İxtisaslara aiddir. 600 baldan yuxarıya. 600 baldan aşağıya bu aid deyil. Əsas da 250-dən 400 bal arası, həqiqətən deyirəm, 15-20 bal, 30 bal yüksəlmə şansları var ixtisasların. Niyə? Çünki bu bal arası yığan şagirdlərimizin sayı çoxdur. Və imenli kəsilənlər də 250-400 bal arasında çox olacaq. Yəni, buna diqqətli olun. 250-400 bal arası olanların sayı çox olduğu üçün, yazanların çox olduğu və plan yerinin az olduğu üçün əsas kəsilmələr burada olacaq. Bir də yadda saxlayın, bu illəri kəsilən 11.500 abituriyent 3-cü qrupda olacaq. Tək 3-cü qrupdan söhbət gedir. 11.500-dən biraz artıqdır, amma indi 11.500 statistika ilə deyirəm ki, yəni hesablanan budur. 11.500. Ola bilər ki, 10-15 dənə yer olimpiyadaçıların sayından asılı olaraq o arta azala bilər. Arta bilər də yalnız. Yəni bu şeylərə diqqətli olaq, gözəl insanlar. İxtisas seçimindən TikTokda videolara baxırsınız. İxtisas seçimi eləyirəm yazır, amma fakt yazır ki 9.000 abituriyent kəsiləcək. Qardaş, bu adam plan yerinin statistikasını hesablaya bilmirsə, bu adam sənə nə ixtisas seçimi eləyəcək? Bu insan hələ bilmir ki, ixtisas seçimi nədir ümumiyyətlə. Mən şərh bölməsində bir neçəsinə irad bildirmişəm və məni TikTokda hesabımı bloka atırlar onlar. Məni yazmayayım deyə. Və oradan şagirdlər isə mənə müraciət edirlər onun statusundan. Ki, müəllim, düz deyirsiniz, bu adam hesablaya bilmir. Bir şagirdə deyib ki, sən 401 balla səni mən pulsuza 3-cü qrupda yazacağam. Özdə elə bir ixtisasdır ki, yəni o ixtisasa deyib ki, o ixtisasın balı da düşük.